Salam, hər vaxtınız xeyir. 3-cü qrup üçün nəzərdə tutulmuş 2020 variant sınaq imtahanı kitabından sınaqlarla davam edirik. İndi Azərbaycan dili fənnindən sınaq imtahanı 4-ə nəzər yetirəcəyik. Bu sınaq imtahanının mövzuları feil və zərflə əhatə olunmuşdur. Siz də kanala abunə olub videoları bəyənməyi unutmayın, kanala dəstəyinizi bildirin. Keçək sınaq imtahanının suallarına. Birinci sual. Sadə zərfin işləndiyi nümunəni müəyyən edin. Sadə zərf. Xumar mürəkkəbdir. Sinifimiz bayram sayağı mürəkkəbdir. Sırağa günkü hadisə. Sırağa gün sadə zərfdir, amma sırağa günkü artıq sifətdir. Axşamüstü mürəkkəb zaman zərfidir. Bəri gəl. Burada bəri sözü sadə zərfdir. 2. Feillərdən biri qayıdış növdə işlətmək olar. Atılmaq. Məsələn, əskər irəli atıldı. Bu nümunələrə tez-tez rast gəlirik. Burada qayıdış növdədir. 3. Bu şəkillərdən birinin artırıldığı ifadə səbəb məzmununu bildirə bilər. Burada da ıb şəkilçisidir. Məsələn, yorulub yatdı, ağlayıb getdi. Bu səbəb məzmununu bildirə bilir. 4. İndiki zamanda olan feil inkarlı şəkilçisi qəbul etdikdə inkarlı şəkilçisinin saytı düşür. Bu şəkildə. Yəni bir sözə indiki zamandadırsa və ona inkardadsa və ona indiki zaman şəkilçisi artırdıqda bu düşür. Mır şəklində olur. 4 sürüyə bu formada olur. Deyir ki, bu formada olmayanın tapmalıyıq ki, bu qaydanın pozulduğu nümunə. Bilsinlər ki, alçaqsan, zalımsan yaman, heç zaman əl çəkmirsən, burada pozulmur. Bu qaydaya uyğundur. İnad etdi tısbağa, yox mən də qaçacağam, öyrətmir, bu da pozulmur. Bir kömək gəlməyir, burada isə artıq o qayda pozulub, gəlməyir olub, gəlmir olmalıydı. Cavab olur C. 5. Zərf işlənən nümunəni müəyyən edin. Təsadüf qəribə işlər görülmüş. Burada təsadüf isimdir. Vurğunam hüsnünə mən xeyli zamandır, xeyli burada say bildirir. Küçədən toy keçir bu axşam. Küçədən toy keçir bu axşam yenə. Burada axşam sözü var da. Cavab C-dir. İldə 365 gün var. Burada ildə yoxdur. Yaxşı da, yaman da keçər dünyadan, burada da yoxdur. İldə isimdir. İldə, nədə? Nə var? 365 gün. Bu da saydır. 6. Nümunələr içərisində fərqləndirilmiş hissə feilin şərt şəklinin şəkilçisidir. Feilin şərt şəklinin şəkilçisi şəxs sonluğundan sonra artırıla bilməz. Şəxs sonundan sonra artırılan şəkilçi isə olur isə. İsənin şəkilləşmiş forması. Burada əgər D variantına baxsaq, yazılmasa, burada şərt şəklindən əvvəl, yəni daha doğrusu şərt şəklindən sonra olan sa deyil deyə, bu artıq olur şərt şəkli. Amma idi, imiş, isə hissəcikləri var feilin, bilirik. Orada isə deyirik ki, şəxs şəkilçisindən sonra artırılır. Sonra artırılmasa, ondan artırılmıbsa, deməli o isədir. Üzr istəyirəm, sa şərt şəkilçisidir. Amma şəxs şəkilçisindən sonra artırılıbsa, bu artıq isədir. 7. Arzu şəklində olan feillərlə işlənə bilən köməkçinin diksiyası. Söhbət arzu ədatından gedir. Burada gəldi, gəl əmr ədatıdır. 8. Nümunədəki feillərlə bağlı fikirlərdən biri yanlışdır. Qırılar könlüm telləri, qəmli görsəm bu elləri, Qarabağın bülbülləri, qəmli, gəl ötməzsən. Feillər tapaq, qırılar, görsəm, gəl. 3 feil işlənmişdir, düzdür. Feillər qurusa düzəltmə və sadədir. Qırmaqdan qırılmaq, görsəm sadə, gəl sadə, düzdür. Biri məhsul növdədir. Könlüm qırılar. Bu qayıdış növdür. Digərlərində növ şəkilçisi yoxdur, məlum növdədir. Məhsul növ yoxdur burada. Cavab olur C bəndi. 9. Cədvəldə hansı sözlərin yeri dəyişdirilsə uyğunluq bərpa olunar? Qarşılıq növ, birgəlik növ. Həmişə yada saxlayın, gülüşmək birgəlik növdür. Gülüşmək sözü birgəlik növdə olur. Anlaşmaq isə qarşılıq növdə işlənə bilir. Ona görə 2 ilə 5-i yerini dəyişməliyik.
Burada testin yuxarı hissəsi düşmüb. Orada məhsul növdə işlənmiş feili soruşur. Təbiət öz yaşıl donunu geyindi. Bu qayıdış növdədir. Anladım ki, ana dilim ürəyimdən çıxmaz mənim. Doğransam da dilim. Elə burada doğranmaq məhsul növdədir. Elə hey dodağın altı nəsə deyinirdi. Deyinmək qayıdış növdədir. Duman sürətlə yayıldı. Bu qayıdış növdədir. Buludlar günəşin qarşısında yavaş-yavaş çəkilirdi. Bu da qayıdış növdədir. 11. Cümlədəki feillərin qrammatik məna növlərini əsasən cədvəldəki rəqəmlərin düzgün arzunu müəyyən edin. Burada birinci biz məlum növdə olan feili axtarmalıyıq. Daha sonra məhsul, şəxssiz, icbar və birgəlik növü axtarmalıyıq. Məlum növdə maşın turistləri dağın başına qaldırdı. Bu məlum növdədir. Sonra məhsul növ gəlir. Məktəbimiz yuxarılar tərəfindən yoxlanıldı. Bu 5. Şəxssiz növ 2. Hörmət edilir. İcbar növ 4. Elə uyğundur. Bir də birgəlik növ toplaşmaq. 3, 5, 2, 4, 1 cavab olur B bəndi. 12. Hansı cümlədə olmaq sözü mürəkkəb feilin tərkib hissəsi kimi işlənməmişdir? Əmim gil kənddə olur. Olmaq sözünü yaşamaq, qalmaq sözlərini əvəz eləyə biliriksə, burada o müstəqil feildir. Əmim gil kənddə yaşayır deyə bilirəmsə, deməli bu müstəqil feildir. Amma birlikdə olsa, məsələn, daxil oldu. Daxil sözü ilə oldu sözünü parçalamaq olmur. Ona görə bu artıq mürəkkəb feildir. Peşman olmaq da həmçinin, xarab olmaq da həmçinin, müəllim olmaqdır. Bunlar da həmçinin. 13. Mürəkkəb zaman zərfi işlənən nümunələrin birində təsriflənən feil əmr şəklindədir. Mürəkkəb zaman zərfi axtarırıq. Burada yoxdur. Əlüstüdür. Burada əlüstü tərz hərəkətdir. Gecə yatmayıb aydan dolanmağa öyrənər. Səhərdən burada mürəkkəb yoxdur. Axşamüstü mürəkkəbdir. Və deyirdi ki, təsriflənən feil əmr şəklindədir. Axşamüstü qoy uzaqdan, havalansın xanın səsi, Qarabağın şikəstəsi. Elə cavab C bəndidir. 14. Nümunələrdən birinə düzəltmə feil işlənməmişdir. Elə bir dağsan ki, vüqar yaraşır. Yaramaqdan yaraşmaq. Bu düzəltmədir. Dözür hər əzaba o bilə-bilə, yaşayır sirrini salmadan dilə. Yaşayır, yaşdan yaşamaq. Sən elə işıqsan, görənlər çaşır. Sən elə işıqsan, görənlər çaşır. Bu da elə cavab. Sadədir burada. Ağlatdın düzəltmədir. Ayaq izi var. Bir zəfər dikəlsin. Dikməkdən dikəlmək. Bu da çıxırıq. İdi, imiş, isə köməkçi sözləri üçün ortaq fikir sayıla bilməz. Həm adlara, həm feillərə qoşulur, doğru. Həm ayrı, həm biçin yazılır, doğru. Əmr şəklini artıra bilmir, doğru. Özündən əvvəllik şəxsi işlənə bilər. Təbii ki, hər üçü şəxs olundan sonra işlənir, xeyr. İdi şəxs olundan əvvəl işlənir, imiş həm əvvəl, həm sonra, isə şəxs olunduğundan sonra işlənir. Məsələ aid xüsusiyyətlərdən biri yanlışdır. Hərəkətin adını bildirir, doğrudur. Hara sonra cavab verə bilmir, düzdür. Söz birləşməsinin əsas və əstarif ola bilir, düzdür. Bütün cümlə cümlələr kimi çıxış edə bilir, təyin ola bilmir, məsdər. Mənsubiyyətə görə dəyişir, bəli. Cəmlənə bilmir, amma mənsubiyyətə görə dəyişə bilir. Keçmiş zaman mənalı feili sifətin işləndiyi nümunəni müəyyən edin. Keçmiş zaman mənalı feili sifət dığım şəkilçisi. Götürürük. Aldığım qəzet. Keçmiş zaman məzmunudur. Hansı söz həm düzəltmə zərf, həm də çıxılıq hal şəkilçisi kimi işlənə bilmir. Çoxdan olur, çoxdan görüşmürük, nə vaxt, nə zamandır. Bir də var ki, az istəyən çoxdan da olar. Birdən də olur, ürəkdən olur, ucadan da olur. Həm isim, həm də çıxılıb, həm də zərf kimi düşünülə bilir. Amma azdan ola bilmir. Orada azdan sözündə, azdan sözünü biz çıxılıq hal şəkilçili söz kimi düşünə bilirik, amma düzəltmə zərf kimi düşünə bilmirik. Azı düşünmək olur, amma azdan sözünü işlətmək olmur. Azdan, çoxdan bunları işlədə bilirik, amma azdan sözünü zərf kimi işlətmək mümkün deyil.
Çoxdanı olur, amma azdanı zərf kimi işlətmək mümkün olmur. Ona görə cavab olur orada. Yəni bu səbəbdən cavab D variantı olur. 19. Nümunələrdən birində feili bağlama işlənməmişdir. Yamacında qaqqıldayıb yarışan kəkliyin dəstəsi yadıma düşdü. Bu araqla əvəz eləyə bilirəmsə və cümlənin sonunda gəlməyibsə, yəni şəxsə görə dəyişməyibsə, deməli o feili bağlamadır. Durub dinlədiyim, duraraq dinlədiyim, neçə bahar gedib, neçə qış gedib, ömrüm günüm hədər gedib, boş gedib. Burada bunları heç birini əvəz eləyə bilmir. Cavab olur C bəndi. Qonub Cəbrailin qonaraq. Göy qurşağına baxıb sevinirdi, baxaraq sevinirdi. 20. Sual işarəsinin yerinə yazıla bilər. Feili bağlamadır. Feili bağlamadır deyirsə, B-ləri, A-ları çıxdıq. Məhsul növdədir. Məhsul növdədir deyirsə, qazdırandan çıxdıq, çünki burada məhsul növün şəkilçisi yoxdur. Düzəltmədir. Düzəltmədir. Bunların hər ikisi düzəltmədir. Zaman məzmunu bildirir. Kəsiləndə zaman məzmunu bildirir. Ağaclar məsələn kəsiləndə mən oradaydım. Məsələn, işlədə bilirik. 21. Zərf haqqında hansı fikir səhvdir? Antonim sözlərin birləşməsində yaranan zərflər defislə yazılır. Gec, tez, məsələn. Təsriflənməyən fe'lə daid ola bilir, bəli. Əlaməti daid ola bilir, bəli. Mürəkkəb zərflər ayrı yazılır. Bugün, bu an, bu saat. Əgər onlar bütövlükdə bir suala cavab verə bilirlərsə, onlar ayrı yazıla bilirlər. Ona görə deyil. 22. Cümlədəki fe'li sifəti ilə bağlı yanlış fikri müəyyən edin. Qabağına baxmayanın ayağına daş dəyər. Qabağına baxmayanın ayağına daş dəyər. Məlum növdədir, bəli. Çünki orada hər hansı bir növ şəkilçisi yoxdur. Birləşmənin tərkibindədir, bəli. Ayağına daş dəyər kimin? Qabağına baxmayanın. İngar şəkilçisi qəbul edib, baxan, baxmayan. Təyin və sözləşdirəm, xeyr, təyini suala cavab vermir. İndiki zaman məzmunludur, bəli. An şəkilçisi indiki zaman məzmunludur. Bilirik ki, fe'li sifət şəkilçisi an indiki zaman mənalı olur. 23. Tərz hərəkət zərflərini müəyyənləşdirin. Tərz hərəkət zərfləri. Birlikdə, məsələn, dərs çalışırdılar, necə, nə cür, nə tərzdə. Bir də qəfildən qapı döyüldü. Necə, nə cür, nə tərzdə. Cavab olur 3, 4. 24. Klasteri tamamlayan bəndləri müəyyən edin. Məlum növdə olan fe'llər. Yarışmaq məlum növdədir. Baxışmaq yox. Məktublaşmaq məlum növdədir. Güləşmək də məlum növdədir. Görüşmək yox. Bölüşmək də yox. Bunların ikisində heç bir növ şəkilçisi yoxdur və adlardan düzəliblər. Cavab olur 2 və 3. 25. Mürəkkəb zərf işlənmiş cümlələri müəyyənləşdirin. Ənisə qapıdan içəri girdikdə əmisi oğlu Muxtarı yenə evdə gördü. Mürəkkəb zərf yoxdur. Azəri yurdunun oğluyam mən də az. Müəssisəmizdə bugün məzunlarla görüş keçirilir. Nə vaxt, nə zaman? Bugün. Mən çox yaxşı bilirəm ki, qocalara ehtiram etmək lazımdır. Yoxdur. Üz gözündən öpə-öpə. Öpə-öpə fe'li bağlamadır. Zərf deyil. Zərfin a deyə bir şəkilçisi yoxdur. Zərflikdir, amma zərf deyil. Ara bir, bu da var. 2, 3, 6. 26. Sonu a, saat ilə bitən feillərə hansı zaman şəkilləri qoşulduqda həmin saatlər qapalı tələffüz olunur. Sonu a ilə bitən, ilə bitən feillərə saat ilə başlanan şəkilçisi artırsaq, məsələn, ırdı, ardı və ıbdı. Bunları artırsaq, həmin saatlər qapalı tələffüz olunurlar. Məsələn, yaşa, ır şəkilçisi artırır, yaşayır şəklində yazılır, yaşayır şəklində tələffüz olunur. Yəni, saatlə başlayan şəkilçilər qoşulduqda bu hal baş verir. 27. Uyğunluğu müəyyənləşdirin. Vacib şəklindədir, lazım şəklindədir. Qara gün adamı tez qocaldar. Burada heç biri yoxdur. Bu ağac əkməlidir. Bu ağac əkməlidir. Malıməli, vacib. Yeni bir əsər yazasıdır, assı, əsi. Çalınası sazın, hansı sazın bu fe'li sifətdir. Bu yerlər əkilməli torpaqlardır. Necə torpaqlardır? Əkilməli torpaqlardır. Yadımıza saxlayaq, asıdır, məlidir. Bunlar həm fe'li sifətdə var, həm də fe'lin şəkillərində var. Əgər onlara biz necə, nə cür sualın verə biliriksə, onlar fe'li sifətdir. Yox, əgər onlar cümlənin sonunda gəlib fe'lin suallarına cavab verirlərsə, artıq onlar fe'lin şəkilləri kimi qəbul olunur.
Mətnlə bağlı suallara baxaq. 28 və 30-cu suallar, yəni 28, 29, 30-cu suallar mətnlə bağlı suallardır. Fərqləndirilmiş sözlər əsasında cədvəli tamamlayan qeydləri aparın. Fərqləndirilmiş sözlər itirmək, bir də bağlanmışdır sözləridir. Biz bunu tapmalıyıq həqiqi və məcazilik mənasında. Cümləyə baxmamız lazımdır. Məhəmməd Xarəzmşahın ətrafındakı bəzi adamlar vəzifələrini və hörmətlərini itirmək qorxusu. İtirmək qorxusu məcazi mənadadır. Bahəddin Vələd bəxt cəmaatını tamamilə özünə bağlamışdır. Özünə bağlamaq da yenə məcazi mənadadır. Fərqli mənada işlədin. Bunu artıq biz fərqli mənada isə bunlar məcazi olsun, biz onu həqiqi mənada işlətməliyik. Məsələn, itirməyin nəyisə itirmək mənasında biz onu həqiqətən cümlədə işlədib həqiqi mənada işlədə bilirik. Məsələn, tutalım deyirəm ki, o qələmini itirmişdi. Burada həqiqətən itmək həqiqi mənadadır. Digər söz bağlamışdır. Məsələn, o qapını bağlamışdı. Burada artıq bu həqiqi mənadadır. 29. Mətnin üslubunun səciyyəvi xüsusiyyətlərini yazın. Bu mətin bildik ki, bədi üslubdadır və biz bura bədi üslubun göstəricilərini yazmalıyıq ki, məsələn, burada məcazi mənalı sözlər üstünlük təşkil edir. Daha sonra obrazlı ifadə var. Nəsr dilində təzahür edilib, bunları yaza bilərik. 30. Mətnin məzmununa uyğun ad verib yazın. Burada Bahəddin Vələd haqqında bu mətndə biz onun yaxşı keyfiyyətlərini görürük və onunla bağlı adlar qoya bilərik. Məsələn, o sonda deyir ki, bu dünyanın fani ölkələri, əskərləri, xəzinələri, taxt, tac, padişahlara yaraşır. Biz dərvişik, bizə məmləkət və saltanat uyğun gəlməz deyir. Bu, onun gözdox olduğundan irəli gəlir. Ona görə, məsələn, biz onun Bahəddin Vələdin gözdoxluğunu yaza bilərik. Daha sonra böyüklüyünü yaza bilərik. Yəni, bu xüsusiyyətlərində əsasən mətnə bu məzmunda ad verə bilərik.